olmadığı üçün məlum feilin məf'ulu, indi bir də baxacaq bunu, məlum feilin məf'ulu, yəni vasitəsiz tamamlığı failin yerinə keçər. Buna da naib-i fail deyirlər. Yəni failin vəkili də adlanır. Failin son hərəkəsi zəmmə olduğu üçün, yəni u ilə qutardığı üçün naibul failində də son hərəkəsi nə olacaq? Demək zəmmə olacaq, yəni u ilə qutaracaq. Failin daşıdığı bütün özəlliklər, yəni bütün xüsusiyyətlər naib-i faildə də olur. Naib-i fail, yəni fail və ya vəkili ilə feil arasında uyum vardır, yəni uzlaşma vardır. Bu nədir? Cinsiyyət uyumu, yəni cinsiyyət uzlaşması olacaqdır. İndi misallara baxaq, xülasə burada çoxdur izahlar, lakin misallara baxsaq daha da aydın olacaqdır. Misallar, məsələn, şəribəl məridu əd-dəvəə, xəstə dərmanı içdi. Burada baxaq, şəribə feildir, məridu demək ki, faildir. Əd-dəvə isə məf'uldur, yəni vasitəsiz tamamlıqdır. İçdi feili, kim içdi? Xəstə içdi. Nəyi içdi? Demək, dərmanı neynədi? İçdi. İndi biz